Salam, bugünkü dərsimizdə biz süni intellekt modelini hazırlanmış verilənlər bazası üzərində necə öyrədildiyini, modelin hazırlanması üçün hansı parametrlərdən istifadə olunduğunu, overfitting və underfitting problemləri, modelin effektiv öyrənməsi üçün optimizasiya üsullarını öyrənəcəyik. Salamlar, bugün sizlərə öz süni intellekt modelimizi necə treyn edə bilərik, o haqda izah verəcəyim. Bildiyimiz kimi axırıncı dəfə öz datamızı notebook'a daxil etməyi öyrəndik. Bu Google Cloud'un verdiyi bir notebookdur. Bu online notebookdur. Yəni notebook deyəndə kompüter yox, dəftər kimi bir şey düşünün. Burada bizə müəyyən resurslar verilir. Məsələn, sizin kompüterinizdə üzr istəyirəm, müəyyən resurslar var. O resurslar RAM-dır, GPU-dur və yaxud SSD-dir. Burada isə müəyyən bizə data storage və GPU verir. Buna connecting-ə basdıqdan sonra həmən GPU aktiv olur və aktivləşdi. İstəsəz baxa bilərik. Bizdə bura 12.7 GB RAM verir, 15 GB GPU və 112.6 GB yaddaş verir. Sonra kodumuza davam edə bilərik. Bu sizin düzgün sistemə qoşulub qoşulmamanızı yoxlamaq üçündür. Bunu run edərək görə bilərsiniz. Bu da run away-yə basırıq. Əgər bu nəticə alınarsa, deməli siz düzgün source-a qoşulmusunuz. Bu sizin üçün interfeys yaradır burada. Görə bilərsiniz. Yeniləyir. Sonra isə süni intellekt modelini treyn eləmək üçün lazım olan interfeysə həmən kitabxanaları indirir. Enməsini gözləyir. Proses biraz uzun çəkə bilər, çünki bir neçə kitabxananı burada setup eləyir, yəni quraşdırır. Və bu nəticənin artısı deməli bütün kitabxanalar artıq quraşdırılıb. Setup complete əmri gəldi. Sonra isə bu sizin kitabxanaların quraşdırılmasını yoxlamaq üçün olan əmrdir. Həmən kitabxanaların interfeysi daxil edir. Sonraki prosesdə nümunə olaraq bunların nümunə olaraq bir modelləri var. Burada özü avtomatik endirib baxa biləcəm o hissəyə. Onu tapa bilmədim.
halda siz də öz fayllarınızı tapa bilmirsinizsə, burada əslində config hissəsində olmalıdır. Content hissəsində olmalıdır, amma görsənmir. O zaman yeniləyirik və yenidən başlayıb. Yenidən başlamağınızın heç bir problemi yoxdur. Yenidən qoşulursunuz və davam edirsiniz. Burada faillər yenə görsənməlidir. Gəlin bunu söndürək və yenidən burada download dataset deyərək davam edək. Bunu kopyalayırıq. Bunu harda istifadə edəcəyimizi göstərəcəm. Gəlin burada belə olduğu halda disconnect and delete runtime deyirik. Yes-ə basırıq. Gördüyünüz kimi hər şey sıfırlandı. Reconnect-ə basırıq. Bu bizə verilən resurslar müəyyən bir vaxt aralığında verilir. 1 saat ola bilər, 2 saat ola bilər. Onun üçün sizin də böyük datanızın olacağını düşünmürəm. Əgər çox böyük datanız varsa, siz öz kompüterinizə qoşaraq istifadə edə bilərsiniz. Burada bütün kitabxanaları endirdiyi üçün prosesin uzun çəkməyi normaldır. Burada bunların xüsusi modelləri var ki, artıq treyn olunubdur. Və onlar insandır, itdir, pişikdir, yəni normal gündəlik istifadə etdiyimiz obyektlər və yaxud da insanlar deyə, heyvanlar deyə onları detekt edə bilir. Yəni tanıya bilir. Mesela gördüğünüz gibi burada insanı, maşını və yaxud da iti tanıyır. Biz bunun demək olar ki, datasını dəyişib, məsələ belə dəyişib. Bu müəyyən bir data üzərindən treyn olunub, öyrədilib. Biz o datanı dəyişib, özümüz üçün lazım olan xüsusi data üzərindən, məsələn deyək ki, biz insan iti tanımaq istəmirik, sadəcə müəyyən bir obyekti tanımaq istəyirik. Və buna görə də biz datamızı daxil edirik. Burada bu detection'ın nəticələri, yəni tanıma nəticələrini göstərir. Bu hissəyə bilməyinizə gərək yoxdur. Sadəcə nəticələri göstərir.
Bu hissədə isə sizin öz datasetinizi necə hazırlamalı olduğunuzu və əvvəlki videoda mən izah elədiyim kimi izah edir. Yükləyib labeling partını necə edirsiniz, datanızı necə yaradırsınız, onu göstərir və necə daxil edirsiniz. Bizim əvvəl kopyaladığımız fayl var idi ki, hansı ki burada kopyaladıq. Onu burada daxil edirik. Bu hissəyə toxunmuşuz. Həmən kodu buraya yapışdırdıqdan sonra davam edə bilərik. Orada elə bir əmr gəlsə cancel-a basın. Kodun ümumiyyətlə bitdikdən sonra davam edə bilərik. Bu isə bizim training hissəsidir. Biz hansı ki burada bizim datasetimiz endi. Dataset hissəsinə girək, öz datasetimizi görə bilərik. İnternetlə əlaqəli olaraq biraz gec yüklənir. Gəlin bunu bir dəfə də run edək. İşte indi gəldi. Normalda bizim şəkillər burada görsənməli idi. Niyə görsənmir? Bilmirəm. Gəlin davam edək. O böyük ihtimal internet sürətinə görə yüklənmir belə şəkillər. Training hissəmizə başlaya bilərik. Burada şəkillərimiz gəldi, test şəkillər. Və şəkillərimizi görə bilərsiniz. Bu həmən dediyim S modelin arxitekturasıdır burada göstərilib. Sizin bunu bilməyinizə gərək yoxdur. Bu daha advanced səviyyədir, yəni universitet vaxtı öyrənilən şeylərdir. Sizin bilməyinizə gərək yoxdur. Burada isə bizə training prosesini göstərir. Burada gördüyünüz kimi müəyyən datalar var. Saxlayayım, göstərim. Məsələn, 9-cu epokda 25 epok train olunacaq. 9-cudadır. 9-cuda bizim burada xətalar var. Loss itki deyək. Məsələn, bizdə classification lossdur. Bu belə deyim. Əgər bir neçə obyekt üzrə train edirsinizsə datanızı, deyəlim 4 dənə obyektiniz var, 4-ünü tanımalısınız. Bu zaman sizdə classification loss yaranacaq. Məsələn, müəyyən bir obyekti görəndə səhv tanıya bilər. Məsələn, deyək ki, qırmızı hədəfi göy kimi tanıya bilər. Bu həmən itkini göstərir. Box loss isə odur ki, siz obyekt tanıyanda, obyektin kamera açılanda, obyektin ətrafında böyle düzbucaqlı çəkir. O düzbucaqlı hədəfə nə qədər yaxın olduğunu hesablayan itkidir o. Məsələn, orada itki çoxdursa, dördbucaq hədəfdən çox olacaq. İtki azsa hədəfə yaxın olacaq. Bu sizin istifadə edəcəyiniz GPU-dur. Onu göstərir, nə qədər istifadə edirsiniz. Bu isə DFL loss isə ümumi lossdur. Yəni bu loss bacardığınız qədər az olmalıdır. Yəni heç vaxt sıfıra düşməyəcək, amma 0.8, 0.7, 7.5 belə olsa daha yaxşı olar. Çünki heç bir son intellekt modeli tam öyrənə bilmir. Bu səbəbdən də sizdə burada nəticənin çox da yaxşı olmaması normaldır. Burada training bitəndən sonra bizdə 25 epok oldu. Amma sizin datasetiniz böyükdürsə, hardasa 150-200 epok və yaxud da lap böyükdürsə, 1000 epok, 1200 epok eləməlisiniz. Burada nəticələri görmək üçün bu nəticələrin analizidir. Bizdə bir dənə hədəf var, o da reddir. Məsələn, burada 4-5 hədəf olanda hamısının burada bir-birinə nəzərən asıllığını göstərir.
Bu isə bizim treyning prosesinin qrafiklərdə treyningin necə getdiyini göstərir. Məsələn, giriş burada itkimiz azalıb, treyning üzrə, test üzrə hamısı azalıb. Metriksdə qalxması normaldır. Bu stabil qaldı, normaldır. Burada isə enmə var, burada bir underfitting olub. Bu normaldır. Bunlar isə normaldır. Burada qalxma var, burada həmən bu hissəyə düşürürlər. Yəni bu nəticələri yenidən treyn edərək, modelinizi düzəldərək, tuning edərək siz modelinizi daha yaxşılaşdıra bilərsiniz, parametrləri dəyişərək. Gələn dərsdə isə siz parametrlərinizi dəyişmək, overfitting yaranmasına nə etmək, underfitting yaranmasına nə etmək, onları izah edəcəm. Burada isə bizim hədəfimizin nə qədər tanıyıb tanımadığını göstərir. Məsələn, qırmızı obyekti 40% bunun qırmızı olduğunu bilir. Burada 50%. Burada validation'dır. Yəni təsdiqləmək istəyir ki, sizin modeliniz xətaları nə qədərdir falan. Treyningə görə və əvvəlki nəticələrə görə. Burada isə sizin endirəcəyiniz modelin quruluşunu yaradır, belə deyək. Bu hissəni etməyinizə gərək yoxdur. Sadəcə nəticələri göstərir. Buradan bu tərəfə baxmağa gərək yoxdur. Bir hissədə dayana bilərsiniz. Burada isə görürük ki, bu bizə deyir ki, result save to runs detect predict to. Burada tapırıq runs hardadır, runs buradadır. Detect predict to. Bizim modelimiz burada save olunub. Runs bu nəticəni deyir. Bizdə burada modelimiz yuxarıda göstərilir. Bizim train olan modelimiz runs detect train hissəsində save olunub. Runs nə göstərim daha yaxşı. Runsa giririk, detectdə açarıq və train hissəsinə giririk. Results. Var şu. Result save to. Aha düzgün. Wait. Burada train wait. Bir daha prediktöre bakalım. Ben burada hardasa arada bıraktım neyse. Validation nəticələri bura save olunur, okey. Bizim öz modelimiz hanı, onu tapmaq lazımdır. Weights best fit. Bizim modelimiz buradadır, bu locationdadır. Runs detect train weights. Belki bunu yeniləməliyəm. Detect train weights açılır. Weights açmamışım, buradaymış. Buradan best fitini download'a deyib indiririk. İndikdən sonra burada göstərir. Bu isə daxil olaraq biz öz modelimizi görə bilirik. Bunu buradan kopyalayırıq. VS Code'da açdığımız fayl. Burada mən sub faylını açmışdım, hatırlayırsınızsa. Bu isə daxil edib dayanırıq. Bu videoda bu qədər. Gələn videoda öz modelimizi test edəcəyik və nəticələrə uyğun olaraq modelimizi yenidən treyn edəcəyik ya etməyəcəyik, onun qərar verib ondan sonra son nəticəyə gəlmiş olacaq. Bununla da bugünkü dərsimiz sona çatdı. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.